Ağdam ahalisinin karşısında mən baş əyirəm. 5 ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam bu gün əldən getməyib. Ağdam 6 ayda bundan qabaq boşudur. Ama o cəsarətli, qeyrətli Ağdamda yaşayan adamlar həm hörmətə, həm də böyük ləyaqətə layiqdirlər. Və heç də o ayrı-ayrı gruplar, mafyoz grupların haqqında deyilən sözlər Ağdam əhalisinə, yaxud Qarabağ əhalisinə aid ola bilməz. Mən dedim və təkrar edirəm, Bərdər demişəm, Azərbaycanın ən gözəl güşəsidir, Azərbaycanın ən qüdrətli insanların əsrlər boyu yaşadığı bir yerdir. Ağdamda bizim hamımız üçün müqəddəs, əziz bir şəhərdir, əziz bir rayondur. Mən yenə deyirəm, mən xüsusən Sürət Hüseynovla, başqa bizim şəxslərlə Bərdədə, Ağcabəddə həmən o qaşqın düşmüş adamlarla görüşdükdə onların nə qədər daxili mənəviyyətə malik olduğunu bir daha hiss edərkən yenə də deyirəm, mən baş əyirəm onların qarşısında. Ancaq siz inkar edə bilməzsiniz ki, mafyoz gruplar, ayrı-ayrı vəzifə hərisləri öz çirkin məqsədlərinə başqa adamların əzilməsi yolu ilə, qırılması yolu ilə, torpaqların verilməsi yolu ilə nail olmaya çalışan adamlar da var. Onlar hər yerdə var. Azərbaycanın hər yerində var. O cümlədən Ağdamda da var. Bu da inkar olunmaz həqiqətdir. Mən bunların haqqında deyirəm. O ki qaldı, siz deyirsiniz ki, o icra hakimidir, kimdir, deyib ki, güya Heydər Əliyevlə razılaşıb, yaxud telefonla danışıb, mənim heç kəslə telefon danışım olmayıbdır. Və heç kəsin oraya təyin olunması, icra hakimi dəyişməsi haqqında nə mənim razılığım olub, nə də məndən sorğu olub. Mən sizə bunu məlumat üçün demək istəyirəm. Əgər özünüz öz başınıza bu işi görmüşsünüzsə, özünüz də buna cavab verin. Şadman